Esselamu aleyke ya Ali ibn Musa. Esselamu aleyke. İmam Rıza Aleyhisselamın mübarək ziyarətinə daxil olaq. Hanımlar bir tərəfdən daxil olacaqlar, kişilər də bir tərəfdən daxil olacaq. İnşallah ki, İmam Rıza Aleyhisselamın zərihinin kənarında dayanan zaman əllərinizi qoyun sinəvizin üstündən deyin. Esselamu aleyke ya Ali ibn Musa. Ey qərib ağa, çağırmısan, dəvət eləmişsən, öncə dəvətimə təşəkkür edirəm ki, məni dəvət eləmişsən. İkinci təşəkkürüm budur ki, mənim adımı dəvət dəftərinə yazmışsan və mən də gəlmişəm. Üçüncüsü isə sənə təşəkkür edirəm ki, mənim nə hacətim var, nə sıxıntım var, nə çətinliyim var ki, gəlmişəm ki, həll eləyəsən, Allahdan istəyəsən. Gəlmişəm ki, həll də olacaq. Gəlmişəm ki, o çətinliyim də aradan gedəcək. Gəlmişəm ona görə sənə təşəkkür edim ki, məni əli boş qaytarmayassan. Mən ümidvaram, bu formada ağa ilə danışım. Daha sonra isə İmam Rıza Aleyhisselama 2 rükət ziyarət namazı qılın. Ki, Allah mənə nəsib eləyib gəlmişəm ağanı ziyarət eləməyə və buna görə də ziyarət namazı qılıram İmam Rıza Aleyhisselama. 3 rükət ziyarət namazı qılın. Daha sonra isə 2 rükətdə İmam Rıza Aleyhisselama hədiyyə namazı qılın və daha sonra isə öz hacətlərinizi dilə gətirin.